Bu Qədirxum məsələsi ilə bağlı dedin ki, orada şey olub da, zəkatın yığılması ilə bağlı şey olub, düzdürmü? Güya. Mən dedim onu, bəli. Onu xatırlayın. Bax, orada Peyğəmbər sallallahu aleyhi və aleyh Peyğəmbər buyurur ki, ümmətinə Qədirxum çölünə satanda mən kumtu mövlə fəhaza aliyyum mövlə. Mənim rəhbər olduğum kişilərin rəhbəri Əlidir. Əgər desəz ki, mövla sözü burada dost deməkdir, Səhih Müslimdə belə bir hədis var. Ömər orada deyir ki, Peyğəmbər dünyasını dəyişdikdən sonra Əbu Bəkir onun vəlisi oldu, mövlası oldu. Əbu Bəkir dünyasını dəyişəndən sonra mən Əbu Bəkirlə Peyğəmbərin mövlası oldum. Əgər mövla sözü dost mənasındadırsa, necə olur ki, adı nədir, Əbu Bəkir Peyğəmbər öləndən sonra onun mövlası, onun dostu olur? Və yəni Peyğəmbər ölməmişdən onun dostu deyildi? Ha, qardaş. Bəli. İndi Peyğəmbərin orada, Bax, mən sənə belə İran'a görə dediyi sözün, bura hansı ayət var? Siz deyirsiniz mövla sözü dost deməkdir, dost deməkdir. Əgər dostdursa, onda belə çıxır ki, Peyğəmbərin sağlığında Əbu Bəkirlə Ömər Peyğəmbərin dostu olmayıblar. Çünki Ömər deyir ki, mən Peyğəmbər öləndən sonra Əbu Bəkirlə Peyğəmbərin dostu oldum. Məncə fərqi yoxdur. Əsas özünə hörmət edən odur. O deyəcək ki, mən məsələn əqidəmdə, üzr istəyirəm, yəni o adam hər kimdirsə məsələn bu qoşula, deyəcək ki, mənim əqidəmdə, yəni belə bir şey var, mən deyəcəm mənim əqidəmdə o yoxdur, mən qəbul eləmirəm. Siz əhl-i sünnələr deyirsiniz ki, mən kumtu mövlə fəhaza əliyyum mövlə, mənim rəhbər olduğum şəxslərin rəhbəri Əlidir sözü, Peyğəmbər onu zəkat bölgüsünə görə deyib. Amma məndə 11 dənə əhl-i sünnə mənbəsi var ki, 11 dənə, hələ əlimdədir bu. 120 dənə də digər əhl-i sünnə mənbəsidir. Deyir ki, Qədirxumda ayə nazil oldu Peyğəmbərə. Maidə surəsi 67-ci ayə. Bismillahirrahmanirrahim. Ya əyyuhər rasul, ey mənim rəsulum, bəlliğ mə unzilə ileykə min rabbik. Allahdan sənə vəhy yollananı mütləq təbliğ elə. Və in ləm təfəl fəmə bəlləğtə risalətə. Bunu çatdırmasan elə bilə dini çatdırmamısan. Vallahu yəsimuka minən-nas, insanlardan çəkinməsəni qoruyacağam. İndəllaha lə yəhdil qavməl kafirin. Bunu inkar edənləri Allah haqq yola yönəldməz. Əhl-i sünnədə 120 dənə səhabədən hədis var ki, bu hədis, bu ayə Əli ibn Əbu Talibin rəhbərliyinə görə nazil olmuşdur ki, Peyğəmbər Əlinin rəhbərliyini çatdır. Əhl-i sünnə mənbəsidir bu. Bir dənə stop elə burada. Sən Allah deyirsən ki, nazil olmuşdur ki, Əli olsun rəhbər. O da Peyğəmbərimiz sallallahu əleyhi və səlləm yalan danışır. Yalan danışır. Nəyi yalan danışır? Nəyi yalan Deyirsən danışır? ki, məndən sonra Əli olacaq vilayətdə, elədir. Sən də sözündən belə çıxır. Aha. Deməli, Peyğəmbər sallallahu əleyhi və səlləm nə oldu? Qiyamətə qədər, qiyamətin böyük və kiçik əlamətlərin hamısını dedi. Hamısı da real gəlib çıxır. Bir dənə Əli əleyhissalamın deməyi nə oldu? Sənin əqidə ilə düz çıxır. Nə olsun? Əraf 142-də Musa Peyğəmbər qardaşı Haruna deyir ki, Harun əxlufni. Harun, mənim ümmətimin rəhbəri ol, mən gedirəm dağa. Amma Harun rəhbər ola bilmir. Onda Harun sənə görə Musa Peyğəmbər yalan danışdı. Quran ayəsidir. Musa dedi, Harun mənim yerimə, ümmətimə rəhbər ol, işlərimi icra elə. İcra eləyə bildi. Mənim deyir, gücüm çatmadı deyir. Mənim deyir, gücüm... Onda Musa yalan deyib. Musa yalan deyib onda sənə görə. Sən Peyğəmbər üçün yalan istinad elədin indi. Onda belə... Musa tapşırıb getmişdi. Da bizim də Peyğəmbər tapşırdı getdi. Bizim də Peyğəmbər tapşırdı getdi ki, Əliyə tabe olun. Əliyə qoşulun. Sənin Peyğəmbərin qiyamət gününə qədər o qoyub getdikləri hamısı real oldu. Nə oldu? Sən bir dənə bu vilayət şəbəkəsində yalancı. Yalan deyil ki, Əli onsuz da vilayətin rəhbəridir. İndi bir dənə söz deyəcəm sizə. Baxın, Samiri cəmaatı buzova sitayiş elətdirdi. Samiri buzova... Baxın, Samiri... Sən ən yaxşısı düş ki. Deməli, gördünüz məni necə qırdılar canlılarından? Çünki bilirlər axı cavab verə bilməyəcəklər. Bilirlər axı davam eləsə məğlub olacaqlar. Əqidələrinin batıllığı üzə çıxacaq. Quran ayələri və əhl-i sünnə mənbələri ilə isbat etdik ki, Peyğəmbər sallallahu aleyhi və aleyh Qədirxumda Əlini rəhbər seçmişdir. Qarşı tərəf dərhal batil bir sual verdilər ki, Peyğəmbər Əlini rəhbər qoymuşdursa Əli Peyğəmbərdən dərhal sonra niyə rəhbər ola bilmədi? Peyğəmbərə yalancı deməkdən də çəkinmədilər. Biz də Ərəf surəsinin 142-ci ayəsinə əsaslanaraq Musa Peyğəmbərin də Harunu özündən sonra idarə edici rəhbər qoyduğunu, amma Harunun da bu işi icra edə bilmədiyini dəlil gətirdik. O zaman siz Allahı, onun rəsulu olan Musanı və Harunu da mı yalancı bilirsiniz? Haqq dəlillərimiz qarşısında məğlub və zəlil olduqlarını gördükdə, cavablandırılmış batil suallarını təzədən səsləndirərək bizi canlılarından xaric etdilər. İsra surəsinin 81-ci ayəsində buyurur. Bismillahirrahmanirrahim. Və qul ca'al haqqu və zahaqal batil. İnnəl batilə kənə zəhuqa. De, həqiqətən də haqq gəldi, batil yox oldu. Batil yoxluğa məhkumdur.